Huşə Peyğəmbərin kitabı. Huşə 1-ci fəsil. Bu, Yahuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yuaş oğlu Yarovamın dövründə Beyri oğlu Huşaya nazil olan Rəbbin sözüdür. Huşənin arvadı və uşaqları. Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi. Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun. Çünki ölkənin xalqı Rəbdən üz döndərərək ona hədsiz xəyanət eləyir. Huşə gedib Divlaimin qızı Gomeri özünə arvad aldı. Gomer hamilə olub ona bir oğul doğdu. Rəbb Huşəyə dedi, onun adını İzrail qoy. Çünki tezliklə mən İsraildə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. Həmin gün İsrail vadisində İsrailin kamanını qıracağam. Gomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi, onun adını Lor-Xama qoy. Çünki mən daha İsrail nəslinə mərhəmət eləyib onu bağışlamayacağam. Yahuda nəslinə isə mən onların Allahı Rəbb mərhəmət göstərəcəyəm. Onları xilas eləyəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas eləyəcəyəm. Gomer Lor-Xamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. Rəbb dedi, onun adını Lo-Ammi qoy. Çünki siz mənim xalqım deyilsiniz, mən də sizin Allahınız olmayacağam. Amma İsrail övladları dəniz qumu kimi saysız hesabsız olacaq. Onlara siz mənim xalqım deyilsiz deyilən yerdə, siz var olan Allahın övladlarısınız deyiləcək. Yahuda və İsrail övladları bir yerə yığılıb, özlərinə vahid başçı təyin eləyəcək. Onlar ölkədən çıxacaq, çünki İsrail günü möhtəşəm bir gün olacaq.